Ha, öğreşene kadar olur. Ben kompüterde papkanın içine girip açmalıydım, üstünden basmalıydım. Ha, şimdi videoda da elədi. Posterde, posterimiz biraz düzəlib, amma sıxlaşdırır sizə. Yazılarınızı, cümlələrinizi uzun edirsiniz. Və font okeydir. Amma bu qədər bax bura gəlib çıxıb. Görmürsünüz bu nida necə gəlib çıxıb bura? Səliqəsiz görsənir. Yəni bu səliqəsizliyi hiss eləməyə çalışır. Yəni bu səliqəsizliyi yol vermir. Sonra belə qıraqdan gedirsə bunlar. Bu da bunun qırağından getməlidir bu yazı. Onu götürüb ortaya qoymanın bir mənası yoxdur. Qalan şeylər okeydir. Bir dənə bu fontun dizaynı uzundur cümlə və çox sıxdır bura. Onlara diqqət edin. Tamam. Flyer'da isə Flyer idarə edər yəni. Sadəcə bunlar ölçülər eyni olmalıdır. Bu böyükdür və hərflər də böyükdür. Hamısı balaca yazmışsa bunu balaca yazmalısınız. Ölçülər də eyni olmalıdır. Məsafələrinə diqqət edin. Bu dairə çıxıb qalxıb yuxarı, bu qalxıb yuxarı, bu qalxıb yuxarı. Bunlardan paralel hamısı olmalıdır. Yəni bu səliqə səhmana fikir verin. Yəni bas Məmməd eləməyin. Okay, yaxşı. İndi bugün sizə Photoshopda bəzi şeylər göstərəcəm. Sonra da poster hazırlayacağım. Sonra siz hazırlayıb mənə göndərəcəksiniz. Photoshopda başlayacağız yavaş-yavaş posterləri yığmağa. Değiştir bunları. Bunları göstərəcəm sizə. Bunları istifadə edəcəksiniz posterlər üçün. Blur tool, Sharpen tool və Smoke tool var. Bu üçünü göstərəcəm sizə. Bir şəkillə Pix.com-dan şəkillər istifadə edə bilərsən. Burada keyfiyyətli olur şəkillər. Okay. Baxın, bax, açılmır. Görürsünüz? Bir dəfə üzünə klikləyib OK vuraraq da bunu rasterize eləyə bilərsiniz. Və yaxud da sizə o vaxtlar göstərdiyim kimi sağ düyməni basıb bu şəkildə də rasterize eləyə bilərsiniz ki, effekti tətbiq edə biləsiniz. Bu blur tool'dur. Bizim bildiyimiz blurdur. Sadəcə bu artıq fırça kimi işləmək üçün olan blurdur. Yəni artıq fırçalayaraq, istədiyiniz nöqtəni işarə eləyərək, çəkərək blur tool'u vermiş olursunuz. Bu blur tool'u seçəndən sonra yuxarı bölmədə yenə bunun tənzimlənmə hissəsi var. Size'ıdır, dairə hissəsidir, dairənin böyüklüyü, balacalığıdır. Hardness yenə də yumşaq yoxsa sərt şəkildə çəksin, bu onun üçündür. Yəni iki dənə pozisiya var. Bununla tez-tez qarşılaşacaqsınız belə şeylərlə. Baxın, məsələn istəyirsiniz ki, bura blur olsun. Bu hissə blur olsun da. Onda eminim bu hissəyə başlayırsınız çəkməyə. Və fikir verin, bu hissə başlayıb blur olmağa. Elə bilin ki, kameranın fokusunu dəyişdirirsiniz də, belə şey düşür. Görürsünüz, blurlaşır. Mausu basıb saxlayıb sadəcə üzərində başlayırsınız çəkməyə. Bu qədər sadədir. Gördünüz? Evet, bura istəyirsiniz, buranı başlayır çəkməyə. Və həmin hissə görürsünüz, blurlaşır. Uzaqlaşdırır və görürük ki, blurlaşma var. Ki verin. Məsəl üçün, history gəlir, Windows.
History. Əvvəlki vəziyyətinə baxırıq. Əvvəl belə idi. Bizim bulurtuyla işləyəndən sonra belə oldu. Yəni, istədiyiniz nöqtəni bulurlaşdırırsınız. Öbür istəsəniz buranı bulurlaşdırıb, bəs əlini bulurlaşdıra bilərsiniz. Yəni, hansı mövqeyə istəyirsinizsə, ora gəlirsiniz, mausu basıb saxlayaraq çəkib bulurlaşdırırsınız. İstədiyiniz buluru əldə edənə qədər mausu basıb saxlayaraq çəkirsiniz üzərindən. Fırçadır da, yəni fırça ilə işləyirsiniz. Bu şəkildə. Bu bunun üçündür. İstədiyiniz nöqtəni bulurlaşdırmaq üçündür. Bəs yaxşı, digər toolumuz nədir? Sharpen tool. Sharpen tool isə bu da yəni hamısında bax görürsüz deyirəm tez-tez qarşılaşacaqsınız bununla. Eyni pozisiyadır bunların hamısı. Size'dır. Bu neydir? Şöyle görək. Baxın, bu sərtləşdirir. Fikir verin. Soft olan bir fotonu başlayır onu cod hala gətirməyə. Baxın, çox-çox çəkdikcə fikir verin. Çox çəkəndə üzü yanır. Fikir verin. Onu biraz eləmək lazımdır. Yəni, məsələn, bu əllərdir, artıq budur. Baxın, üstünü biraz çəkirəm. Bax, fikir verin. Biraz elə ki, canlı eləyirsiniz də şəkli. Soyuq eləmirsiniz, daha belə qrup eləyirsiniz. Sərt şəklə salırsınız o şəkli. Yenə də bu da mausu saxlayaraq tənzimləmiş olursunuz. Burada stretch də var. Stretch bunun effektidir. İndi ortalama 50% olur. Hər birində olur bu. Ortalama 50%-nə işlənilir. 50% vasitəsilə siz onu codlaşdırıb sərtliyini təmin etmiş olursunuz. Yəni şəkil elə bilin ki, soyuq variantdan daha belə sərt varianta gətirirsiniz. Bunun üçündür Sharpen. Smoke tool isə yəni eyni vəziyyət, strength 50%-dədir. Bu yəni size tənzimdir. Hərdən sıfırlarda qalsa daha yaxşıdır. Və baxın, bu isə smoke tool. Dartmaq üçündür. Fikir verin. Elastik bir şəkildə istədiyiniz şəkildə obyekti dartmaq üçündür. Bu şəkildə darta bilirsiniz. Maraqlı belə yayma, axma effektləri vermək üçündür. Məsələn, bunun istifadə edirəm, baxın, belə bir üsul göstərim sizə. Bu ideyadır sadəcə. Bu, özünüz də müxtəlif ideyalar fikirləşə bilərsiniz. Tutaq ki, məsələn, bunu götürdük. Bu ideya baxımından işləmək üçündür. Sən şeyi elastik şəkildə uzatmaq üçündür, yaymaq üçündür, bu şəkildə istifadə olunur. Bunu rasterizə eləyirik anında. Sonra nə edirik? Bunu kopyalayırıq. Daha doğrusu biz bunu şeyini çıxartmalıyıq. Arxa planını çıxartmalıyıq. Yəni göy şəkildə qalmamalıdır. İstədiyiniz keçdiyimiz toollar vasitəsilə də çıxara bilərsiniz. Bir dənə də qısa variant nədir? Obyekti rahat şəkildə çıxartmaq üçün. Həmin obyekti seçirsiniz, həmin layer'ınızı seçirsiniz. Sonra gəlirsiniz select və burada subject düyməsi var. Subject düyməsini seçirsiniz. Özü avtomatik obyekt seçdi. Gördünüz? Avtomatik. Sonra da Ctrl-J ya da Ctrl-C, Ctrl-V edirsiniz. Yəni adi kəsimi çıxartmaq kimi. Ctrl-J edirik, obyekti çıxartdı. Baxın, obyekt təmizlədi, gördünüz? Səliqəli şəkildə və tez bir şəkildə. İndi çıxartdığımız obyekti gözünü bağlayırıq. Orijinalın obyektini çıxardırıq üzə. Gəlirik orijinal, yəni backgroundda olan layer'ımızın üstünə, şəklin üzərinə gəlirik. Layer bölməsinə gəlirik. Həmin bu Create New Fill ortadakı işarəyə klikləyirik. Və burada bizim black white'ımız var. Ağ-qara eləmək. Sadəcə bu black white-a basırsınız. Ağ-qara eləyir şəkli. İnteqrasiya eləyirsiniz. Bu düyməyə klikləməlisiniz. Bax, bu düymə var ha. Bu düyməyə klikləyirsiniz ki, ancaq bunu inteqrasiya eləsin. Background-da başqa şəkildə inteqrasiya eləməsin. Bunu ağ-qara elədik. Gəlirik orijinalın gözünü açırıq. Bunun üstündə gördünüz.
Daha doğrusu backgroundsuz olan şəklin üzərinə gəlib seçirik, onun gözünü açır və backgroundsuz olan şəkli kəsib çıxartdığımız şəklin layer'ını seçirik. Sonra gəlirik seçirik smoke tool'umuzu, tənzimləyirik və tutaq ki, baxın, bu çox oldu. Ups. Azaldırıq. Məsəl üçün, bunu belə dartışdırırıq. Çevirin, altdakı ağ-qara çıxdı üzə. Və bu şəkildə bir şey. Gördünüz? Altdakı ağ-qaradır da. Elə bil ki, siz background olan kəsib çıxartdığınız şəkli rəngli idi axı. Onu məsəl üçün smoke tool vasitəsilə dartıb kənara itələyirsiniz. Əriyir o və ağ-qara hissəsi çıxmış olur. Və bu şəkildə. Buna liquid deyirlər həm də. Və belə bir şəkildə ideyada effektlər yarada bilərsiniz. Belə manipulyasiyalar yarada bilərsiniz. Yəni bu toolları hamısını belə ideya vasitəsilə eləməlisiniz. Fikirləşməlisiniz. Hə, bu əridir. Hə, şokoladla bağlı bir şey yaradıram. Hə, şokoladı əridim. Və yaxud da belə portretli bir şey də eləyə bilərsiniz. Yəni, bunun üçün çoxlu nümunələrə baxıb, hətta tool'un adını yazaraq, internetdə araşdırma eləyib, ChatGPT ilə də məsləhətləşə bilərsiniz. Deyə bilərsiniz ki, mən Smoke tool'la necə maraqlı bir vizual yarada bilərəm. Oradan məsəl üçün fikir götürüb tətbiq eləyə bilərsiniz. Bu şəkildə biraz beciz olun. Və bu üç dənə tool'umuz. Bu üç dənə tool'la posterlərinizdə hələlik istifadə eləyəcəksiniz. İndi bu tool'lardan da elə istifadə eləyərək mən bir poster hazırlayacağam. Ağ-qaradan da istifadə eləyəcəm. Black white-a da keçdiniz. Gradienti bilirsiniz. Gradienti də tətbiq eləməyə çalışın. İndi bir poster hazırlayırıq. Elə fashionla bağlı bir poster hazırlayacağam. Backgroundumu ağ eləyirəm. Gəlirəm solid color seçirəm. Backgroundumu ağ elədim. Altdakı backgroundu seçib delete düyməsi basıb silirəm. Tək bir dənə backgroundum bəs edir ağ rəngdə. Fashion'a bağlı minimal şəkildə bu tool'ları istifadə edərək, yazı, font dizaynı verərək bir poster hazırlayacağım. Pinterest'e gedirik. Pinterest'e yazırıq. Fashion Social Media Post. Və görürük ki, burada netpli posterlər var. Məsəl üçün, bu belə bir poster gördüm. Arxada şəkildə yazı, öndə şəkildir, arxada yazı yazılıb. Məsələn, bunu tətbiq eləyə bilərəm öz ideyamda. Məsələn, ilhamlandım, gedib mən də tətbiq eləyəcəm. Yəni, bunları yoxlaya bilərsiniz. Yəni, bunları şablon şeylərdə bunlar oğurluq sayılmır. Arxaya da belə yazı yazılıb, opacity azaldılıb. Bu bizim həmişə tətbiq elədiklərimizdir. Okay. Gəlirik bura. Yəni, portrait yazırıq. Passion-a aid tipli bir maraqlı şəkillər axtarırıq. Vizuallarımız da maraqlı olması üçün çalışın. Yəni, gəldi vizual götürməyin. Yəni, maraqlı şəkil yoxdur.
Yaxşı, bunu götürə biraz fəşdən uyğundur. Ücretsiz indiririk. Geldik. Seçdik. Attık Photoshop'a. Enter vurduq. O dəqiqə şəkli rasterize eləyirik. Sonra biz obyekti çıxartmalıyıq. Select Subject. Mesela Ctrl J. Alttaki orijinalı silirik. Artıq bizə lazım deyil. Və hazırdır. Və belə bir obyekti görsəz sərgən şəkildə tez bir şəkildə çıxartdıq. İndi arxasına yazını yazacağıq. Уже arxa plan olmadığı üçün yazını yazıb arxaya atmaq olur. Məsəl üçün moda yazdıq. Karakter bölməsində, propertizer karakter bölməsində font seçirik. Bundan bağlı məsəl üçün bunu böyüdürük. Biraz daha böyüdürük. Enter vurduq. Layer'dən sürükləyib atırıq bunun arxasına. Gördünüz, düşdü arxasına. Moda sözünü seçdik və buna Liquid tətbiq edirik. Yəni, bayaqki keçdiyimiz Smoke'u. Smoke'u seçdik. Bir dənə üstdən basırıq, OK eləyirik. Yazı artıq şəkil versiyasına çevrildi. Sadəcə o toolu seçərək, yazının üstünə klikləyərək OK eləyirsiniz. Yazı şəkil versiyasını çevrilir. Çünki bu toollar şəkil versiyası üzərində istifadə etmək olur. Siz bu yazını dəyişə bilmərsiniz. Teksturadan çıxdı. Və məsəl üçün əridirik bu şəkildə yazımızı. Belə bu tipdə. Üzərinə klikləyərək əridirik. Belə tərzlərdə maraqlı bir ideya kimi tətbiq edirik. Siz bayaqlar məsələn vizualda tətbiq eləmişdik, indi amma yazıda tətbiq elədik. Məsələn, gördünüz, belə bir vizualizasiya yaratdıq arxa plan üçün. Hətta dəyişdirə bilərik, rəngini dəyişə bilərik. Bunu məsələn tutaq ki, seçdim backgroundumun üzərindəki color filmi və buradan üzərinə 2 dəfə klikləyirəm. Böyle color picker'ım açılır. Mouse'u kənara itələyəndə pipetka özü yaranır. Hətta şəklin üzərindən bir rəng götürə bilərik. Görürsünüz, məsəl üçün. Üzərinə klik edək, şəklin üzərindən də götürməyiniz mümkündür. Məsəl üçün, şəklin üzərindən adaptasiyalı şəkildə bir vizualizasiya götürdük. Sonra, məsəl üçün, nə edə bilərik? Bura logonu qoyaq. Yazaq. Chanel olsun. Chanel'in logosunu götürürük. Chanel üçün posterdir bu. Chanel üçün loqomuz balaca şəkildə qırağa qoyuruq. Məsafəli fikir verin, məsafələri necə qoruyuram. Yəni, background-u nə dibinə gətirirəm, nə kənarına. Bunun üçün yenə bu şkalalardan istifadə edə bilərsiniz. İllüstratordakı kimi. Yəni, hər yerdə məsafələr eyni olsun. Sonra, hətta bunu belə deyə bilərik, götürüb burada qoya bilərik. Minimal şəkildə. Görürsünüz, yazıya maneçilik törətməyəcək şəkildə edirəm. Məsafəmi qoruyuram. Hər şeyi sıx eləmirəm. Bu isə nəzərə alın. Sonra istəyirəm ki, altdan belə nəsə maraqlı yazılar geçsin. Düzdür? Amma mən bu şəklin üzərinə yazı yazsam,
Bu düzgün sayılmır. Yazı itəcək. Şəkil yazıya maneçilik yaradacaq. Nə etməliyəm? Qradiyent verməliyəm altdan ki, onu biraz itirsin. Ondan sonra mən yazımı rahat şəkildə yaza bilim. Gəlirəm, seçirəm. Deməli, seçirəm şəklimi. Gəlirəm, bunun üzərine klikləyirəm. Buradan qradiyent seçirəm. Gördünüz, qradiyent verdi. Belə altdan qara şəkildə, gələcək şəkildə. Bunun üçün belə tipli şeylər istifadə etmək üçün qradiyentə gəlib Basic-dən seçməlisiniz bu transparent olanı. Yəni hansı ki şəkil ön planda olur. Bu biləri seçəndə ümumi şəkildə itir. Baxın, itdi. Amma bunu seçəndə bir hissəsi rəngli olur. Bunda məsəl üçün rəngin hissəsi dəyişə bilirsiniz. Pəmbə də eləyə bilərsiniz. Pəmbə ən doğrusudur. İtirdir onu biraz. Qara kobud şəkildə olur. Amma burada petkadan götürəndə tam dolğun olur. Biraz hətta bunu belə də eləyə bilərik. OK eləyirik. Bunu istəsə tənzimləyə bilirik. Artıra bilirik. Daha yuxarı olsun. OK eləyirik və salam. Şəklin üzərindədir qradiyentimiz. Bura nə yazı yazırsa yazın, o görsənəcək. Hətta ağ eləyirik. Bura nə yazırsa yazın. OK verin. Görsənir. Amma qradiyenti yox eləyim. Görsənmir. Bu yanlışdır. Yəni heç vaxt şəklin üzərində quru-quru yazı yazmaq olmaz. Onu ya rektanglla, bir fiqurla üzərinə fiqur qoyub, fiquru şəklin üzərinə qoyaraq fiqurun içərisinə yazı yaza bilərsiniz. Bu biraz daha klassik və biraz köhnə stildir. Amma qradiyent verərək həm yazının jırını görsənməsini təşkil edirsiniz, həm yazının rahat oxunmasını təşkil etmiş olursunuz. Və bu şəkildə düzgün şəkildə də kompozisiyanı da pozmursunuz. Mən bura deyək ki, belə bir kiçik bir şəkildə məlumat yazmaq istəyirəm. Məsəl üçün dartıram belə. İndi gəlirəm buradan bunun ölçüsünü düzəldirəm. Fontumu dəyişirəm. Daha sadə, nazik. Məsəl üçün ortalayıram. Burada karakter bölməsində burada ortalama var. İllüstratorda da var idi. Paragrafdır, yəni bu adi Word-də də var. Paragrafı seçim ortalayıram. Biraz böyüdürəm və məlumat xarakterli şəkildə məsafəmi qoruyacaq şəkildə qoyuram. Gördünüz? Gördünüz? Daha stilli, səliqəli şəkildə situasiya alındı. Bu şəkildə də mən posterimi tamamlaya bilərəm. Bu şəkildə də tamamlamamız mümkündür. İndi gəlin biraz vizualımızın üzərində oynayaq. Böyle minimal şəkildə, yəni ilk etapda Photoshopda hazırlaya biləcəyiniz üslubda sizə göstərdim və çox şeylər eləmək olar. İndi məsələn blur işlədək. Adamın üzünü blur tək eləmək istəyirəm. Seçdim layer'ı. Gəldim blur tool'a və adamın üzünü başlayıram blur eləməyə. Maraqlı bir stil tutaq yaradıram. Bu şəkildə blurumu yaradıram. Belə bir üslub yarandı. Məsəl üçün. İndi blura ehtiyac yoxdur. Dala qaydırıq. History'dən Blur Tools olan variantı qaydırıb baxırsınız da nələr işlətmişsiniz. Burada görsən ki, mən Blur Tool'lar işlətmişəm. Harda Blur Tool'u yox idi axırıncı dəfə. Ora keçid edirəm, Blur Tool itir. İstəsə təzədən tətbiq eləmək, onda elə History'də axırıncı variantı qaydırsınız. Mən indi tutaq ki, buradan məsəl üçün başqa nə edə bilərəm. Seçdim layer'imi. Keçdim tool'a əsasən sizə göstərməyə çalışıram sadəcə. Smoke tool'umu seçdim. Sayızımı azaltdım. Hardness-imi çoxaltdım. Və bu görürsünüz sərt şəkildə olur. Verin. Bu sərtdir. Deməli, biraz hardness-imi təmiz azaltmalıyam. Hə. Sayız artırdım. Deyək ki, bunu yoxlasam.
Yox, maraqlı deyil, vizuala görə uyğun deyil. Görsəyə lazım deyilsə tətbiq eləmirsiniz də. Bəlkə bunu maraqlı deyil. Ha, köynəyini eləyə bilərəm. Köynəyi bu şəkildə uzada bilərəm. Çıxarda bilərəm background'un qırağına. Mən bu şəkildə dartışdırıram onu, çıxardıram çölə. Görürsünüz, bir tək vizualdan bunu bu tool vasitəsilə yaradırıq. Bu şəkildə. Yəni burada e, hərdən tutulmalar ola bilir. Çox bastım. Çox basanda tutulmalar olur. Yayırıq, belə dartışdırırıq, yayırıq. Basıb saxlayaraq aparırıq. Və məsəl üçün, belə maraqlı bir vizual əmələ gəlmiş oldu. Və bu şəkildə də posterimizi tamamlamış ola bilirik. Başqa cür üzərində işləyə bilərik. Tutaq ki, deyək ki, məsəl üçün bu yazıdır. Siz yazının rəngini dəyişmək istəyirsiniz. Bax, indidən sonra yazının rəngini bax görürsünüz, text kimi deyil, şəkil kimidir. Yaxşı. Text kimidən şəkil kimi versiyasına çevirmisiniz və necə indi rəngini dəyişə bilərsiniz? Çünki artıq yazı kimi deyil və adi propertizedən karakter bölməsində dəyişmək olmur. Teksturanı da seçsəz, dəyişdirə bilmirsiniz. Dəyişməyəcək. Görürsünüz, dəyişmir. Çünki şəkil versiyasındadır. Onda nə edirsiniz? Seçdiniz həmin yazığınızı, şəkil kimi olanı. Gəlirsiniz FX-ə. FX bölməsində Color Overlay var. FX Color Overlay. Color Overlay'ə keçid edirsiniz. Üzübə burada rəng dəyişmək var. Və rəngi dəyişirsiniz. İstədiyiniz kimi. Petkanı götürüb belə də eləyə bilərsiniz. Bu tiplərdə rəngi dəyişirsiniz. Məsəl üçün, bunu yazına adi şəkildə dəyişə bilirsiniz, o heç. Yazıdan şəklə çevrilənlər aiddir. Belə tərzdə də eləməyimiz mümkündür. Sonra biraz buna canlılıq vermək istəyirsiniz şəklinizə, vizualınıza. Vizualınız biraz ölüvaydır. Seçirik fotonu və burada Create New Field hissəsi var. Create New Field hissəsinə klikləyirik. Burada Brightness kontrast var. Baxın, yazı düşürsə demişdim, bu işıqlarla oynamaq üçündür. Brightness kontrastı seçirik. Bu düyməyə klikləməliyik. Həmişə bu düyməyə klikləməliyik ki, ancaq inteqrasiya eləsin şəkilə. Əgər bu düyməni seçməsə, ümumi posterə, yazıya, background-a işıq verəcək. Kontrast verəcək. Amma biz bu düyməni klikləyəndə inteqrasiya eləyir seçdiyimiz layerə. Və ancaq bu oynanılır. Siz canlılıq gücü verir, kontrastın sərtliyi verir, soyuqluq verə bilərsiniz. Bu adi filtrdir də, yəni işığı ilə oynamağınız üçün. Daha canlı, kontrastlı. Və gözünü sonra açıb bağlısınız, fərqə baxırsınız. Gözünü bağlayıram. İnternetdən götürdüyüm şəkil və posterə adaptasiya edədiyim şəkil. Həmişə Photoshopda vizualdan istifadə edəndə bu brightness kontrastdan istifadə eləməlisiniz. Hələ Corvus filanda var, sadəcə onları hələ göstərmirəm, etap-etap gedirik də. Brightness-i də istifadə eləməlisiniz. Hansı ki, hal-hazırda sosial media posteri üzrə Photoshopda işləyə biləcəyiniz əsas şeyləri sizə indi göstərməyə çalışdım. Bunları tətbiq eləməyə çalışmalısınız. Burada bir çox şey eləmək olar. Yəni, müxtəlif şeylər. Məsələn, pozan lazım olsa, pozanı seçirsiniz, vizual seçirsiniz. Hansısa bir hissəni təmizləmək istəyirsiniz. Pozan başı təmizləmək. İstəmirsiniz başı olsun. Yığışdırsınız başını. Qalır belə. Məsələn. Və yaxud nə bilim, istəmirsiniz üzü olsun. Baxın, üzünü istəmirsiniz olsun. Gəldiniz, poligonu seçdiniz. Poligonla bunun ətrafında çəkirsiniz.
üzü olmasın da. Bu da bir ideyadır. Görürsünüz, sadəcə bir neçə tulla və bir foto ilə maraqlı bir vizualizasiya yaratmaq olur. Yəni çoxlu fotolar seçmək hər zaman vacib deyil. Çoxlu peyincilər filan. Bu şəkildə çəkirəm. Ətrafında bunu silmək istədiyimin ətrafını çəkdim. Baxın, silmək istədiyimin iminini. Sonra da delete düyməsinə basıram. Sonra da Ctrl D. Və baxın, adamın başı yox oldu. Və vizualizasiya belə bu şəkildə qaldı. Sonra burada məsəl üçün kənarlarda nə çıxıntılar falan var. Yenə istədiyiniz bu silmək, təmizləmək istədiyiniz toolları seçib, hansı sizə artıq rahatsa, uyğundursa, onu seçib təmizləyə bilirsiniz. Baxın bu şəkildə Ozanla təmizləyərək sərgiyə salırsınız. Məsəl üçün. Gördünüz və maraqlı bir detal yaratdı. Fikir verin hardan gəldik. Qayıdırıq historiada dala. Və buradan belə səliqəsiz situasiyadan gəldik, çıxdıq bura. Başa düşdünüz? Bəli. Nəsə sualınız var? Hı, Tamam. asandır. Necə? Asandır. Asandır. Onda indi Görünür. fasilədən sonra oturursunuz, işləyirsiniz. Hı hı. Sizdə fashion üçün bu videoma baxa-baxa, buna Tamam. bənzədərək, əlavə bir ideya fikirləşərək hazırlayıb göndərirsiniz yarım saat içində. Tamam. Yəni, bu videonu da atıram sizə, yükləyim, işləyim, hazırlayım, göndərim mənə. Oldu. Tamamdır. Oldu. Geçelim. Sağ olun, siz sağ olun.